mömin gərək ruzusu üçün çalışsın, həyatının təminatı üçün çalışsın. Bir gün İmam Cəfər Sadiq əleyhissalam bir sahabəsi vardı. Bunlar hər günkü gələrdilər, imamla görüşərdilər, söhbət eləyərdilər, mənəvi qida alıb gedərdilər. Bir neçə dəfə gördü ki, bir sahabələrdən biri gəlmir ta məclislərə. Ətrafındakilərdən soruşdu ki, filan kəs nə xəbər, neçə vaxtı gəlmir. Dedilər ki, Peyğəmbər evladı, o özünü həsr eləyib ibadətə. Bütün günü evdə ibadətlə məşğuldur, gündüzləri orucudur, gecələri zikir, ibadət. Dedi, bəs onun dolanışığı necədir? Dolanışığı necə təmin eləyir? Dedilər, onun bir mömin qardaşı var, bir dostu var, dolanışığını da o təmin eləyir. İmam buyurdu ki, and olsun ki, onun ailəsini dolandıran ondan daha çox ibadət eləyir. O kəs ki, dost gedir, bunun ailəsini dolandırır, bütün xərclərini təmin edir, onun ibadəti həmin o şəxsin abidin o ibadətindən daha üstündür. Ona görə insan səy etməlidir, çalışmalıdır. Amma məqsədlərə çatmaq üçün, hədəflərə çatmaq üçün çalışmaqla yanaşı Allaha sığınmalıdır, Allahdan mədəd ummalıdır. Qeybi mədədi həmişə Allahdan gözləməlidir. Bu ikisi bir yerdə olmalıdır. Hamımıza məlumdur o bədəvi ərəbin məsələsi. Peyğəmbər səfərlərinin birində bir bədəvi ərəb dəvəsini, nəsində bir hacəti varmış, işi varmış, işini görmək üçün dəvəni buraxır, deyir Allah təvəkkül edirəm, inşallah dəvə getməz. Gedir işini görür, gəlir görür, dəvə yoxdur. Gəlir Rasulullahın yanına, deyir ya Rasulallah, mən bəs dəvəmi Allaha həvalə etdim, gəldim gördüm, dəvə yoxa çıxıbdı. Rasulullah burada, eqal və təvəkkəl. Dəvə bağla, sonra da təvəkkül et Allaha. Bu ikisi bir yerdə olmalıdır. Səbəbləri edəcəksən, vasitələrdən istifadə edəcəksən, amma nə edəcəksən? Allaha sığınacaqsan, Allaha təvəkkül edəcəksən, etibar edəcəksən. Biləsən ki, bütün bu səbəblər nəticəni doğurmaq üçün Allahın izninə ehtiyac var. Təvəkkülün əsas sütunları bunlardır ki, insan Haqqı Taalanın bütün ehtiyaclarını bilən, bəndənin bütün ehtiyaclarını bildiyini dərk etməlidir. Biz bilməliyik ki, Allah bütün insanların, bütün varlığın ehtiyaclarını bilir. Bilir ki, mənim ehtiyacım nədir? Bilir ki, sənin ehtiyacın nədir? Bilir ki, bir canlının ehtiyacı nədir?